Yəni adam onda deyər, mən də təklif edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətini bağlayaq. Yağış yağan günləri Bakı Şəhər İcra Hakimiyyəti səlahiyyətlərini dondursun, bağlayaq. Həmin gün Eldar Əzizov olsun adi vətəndaş. Həmin günün maaşı hesablanmasın. Düzdür ya yox, o həmin günə düşən məsuliyyətdə, səlahiyyətlərdən azad olunsun. Necə olar? Bu nə yanaşmadır? Sən orada tunel tikəndə, sən bilmirdin bu yağış yağacaq. Sən bilmirdin burada su yığılacaq. Necə yəni o nasosların gücü çatmır? Necə yəni o tutaq ki, su kanallarının gücü çatmır? Sual verməksin. Bax, indi biz gəlirdik yoldan, həmin elə xəttin üstündə o depo deyilən ərazi var da, metronun depo stansiyası. Bax, həmin kanalın üstündə, bax, kim deyir, gəlsin yoxla. Həmin kanalın üstündə 8-dən 18 mərtəbəli bina tikilir. 8-dən 18 mərtəbəli. Və bunların indi su kanalizasiya sistemi hara birləşdiriləcək? Hansı drenaj, hansı su kanalizasiya sisteminə birləşdiriləcək? Bəs yaxşı, Eldar Əzizova sual vermək, belə deyək, meydana çıxır. Qardaş, sənin o tunelə yığışan yağış suyunu ötürməyə kanalın yoxdursa, 8-dən 18 mərtəbəli binanın su kanalizasiya sisteminə hara qoşacaqsan? Hə? Yol boyu tikilən o hündür mərtəbəli binaların, bəs yaxşı, sən buna icazə verəndə nə düşünürdün onda? Necə icazə verirdin buna? Necə? Davam edir. Yəni tikə-tikə də gedirlər. Bir dəfə kanalizasiya sistemi çəkirlər, çəkmirlər. Mən axırıncı şəhərdə nə vaxt görmüşsünüz kanalizasiya sistemi? Yəni bu diametrlər var da, suyun ötürülmə, su məsəl üçün yağış sularının və yaxud da indi su kanalizasiya təsərrüfat sularının, məişət sularının ötürülməsi üçün onun bir diametri var, o ötürücü kanallar. Qardaş, sən bunu da hesablamalısan, yolu da hesablamalısan, tıxacı da hesablamalısan. Həmin binalarda yaşayacaq insanların, uşaqlarının məktəbini, bağçasını, dükanını hesablamalısan, parkını hesablamalısan. Sən elə şəhər salma deyilən bir elm var. Şəhər salma elmdir bu, yəni dünyada. Bunlar durub deyir ki, yox, deyir şeydir. Pandemiyadır, sərhədləri bağlayaq, yağış yağır, tunelləri bağlayaq, qar yağır, maşınlarla çölə çıxmayın, istidir, evdə oturun. Qardaş, onda məsələn, oğurluq olur, deyir ki, pəncərənizi, qapınızı dəmir qapı pəncərə eləyin. Onda başa çıxmır, bu aidiyyatı qurumlar nə işə yarayır? Siz nəyə lazımsınız? Hörmətli Eldar Əzizov və onun 10 minlik bir heyəti və milyonluq büdcəsi var. Bakı Şəhər İcra Hakimiyyəti. Bax, nəyə lazımsan sən? 3 dənə nasos qoyub ora gələn suyu sən kanala ötürə bilmirsənsə. Bu bilirsiniz niyə bunu bir həftə sonra deyir? Baxıblar o hava proqnozlarına və deyirlər, Eldar müəllim, yağış gəlir. Yağış da demirlər onlar, yəqin rusca deyirlər. Опять будет потоп. O dedi, что будем делать? İndi bu sizdə bu elitadlar axı bu. İndi o cəmaatla danışanda indi bir tərə bunların. Amma iclasda filəndə bu Nəzməddin Sadıqov durub generalları danlamırdı ki, nətərsə mənim rusca şeylərini başa düşmürsən. Eyni yanaşma tərzidir. Hə, neyniyək? Dojt будет. Yenə gələcək bu Sevinç xanım, bu Turalı, bu birisi, bu düşəcəklər bu belə deyək, qara güruh, bunlar bilməyən, heç nəyə qanmırlar, heç nəyə bilmirlər, dünyadan anlayışları yoxdur, like, heç deyil, güya like olanda bizə pul gəlir. Sizə pul gəlir like. Sizin olsa stabil maaş var da, baxılan olsa da, olmasa da. Yəni, neyə? İndidən deyək ki, tunel bağlayacağıq. Niyə? Çünki suyu çıxardamayacağıq axı. Sən niyə suyu çıxarda bilməyəsən? Sən niyə axı ora yığılan suların ötürülməsini təşkil edə bilməyəsən? Denən ki, yaxşı, denən bu dəfə bağlayırıq, hörmətli vətəndaşlar. Amma orada su kanal, əlavə kanal açılacaq, əlavə ötürücülər açılacaq, mühəndislər dəvət eləmişik, ekspertlər dəvət. Yox, bağlayacağıq, yaxşı. Nədir? Ayda tutaq ki, ildə 365 gün var. 365 gün 20 günü leysan olur. 20 gün buradan getməz. Canları çıxsın getməsin. Bax, yanaşma budur. Yanaşma, canı çıxsın getməsin. Nə zülüm düşür və gərək o qudursun, tüneldən getsin. İndi 1 saat gec getsin evinə. 1 saat tez qalxsın, işə tez getsin. Ya bunların vecinə deyil axı insanlar. Və heç kim də cəzalandırılmır. Yo, nə cəzalandırılacaq? Necə cavabdeh olan şirkət, ay Sevinç xan, bu bilirsiniz, o şey var, bu deyir, hörgü ipi var, bir ucundan tutursan, sökülə-sökülə gedəcək. Bax, burada Şərruli İsfəndiyar danışdı da, onun istənilən bir sözündən tutub, ucundan bilirsiniz haralara qədər getmək olar, sökülə-sökülə gedəcək. Bu şərurlar milyonu bəs belə şeyin hesabına qazanıb da, gediblər, atıblar ora, üstünə 3-dən 5-dən, heç kimə sir deyil ki, mən niyə bina tikə bilmirəm? 3-dən 5-dən də gəl tik.
dap, peçat, möhür, harda istəyirsən, tarixi abidə, bina, mülki, şəxsi mülkiyyət fərqi yoxdur, eskalator dirəyərsən, dağıdarsan, o da can cəhənnəm qışqıracaq, 2-3 gün haykü olacaq və salam. Yəni qardaş, bu nə yanaşmadır? Çıxıb deyir ki, filan partiya sədri məndən şey istəyib, deyir. Hafiz Hə, Hacı. deyir məndən armatur istəyib, ona görə mən, sən kimsən deyir. Sən kimsən? O partiya sədridir. Sən kimsən? Gör nə qədər bu adamlar şeyləri itiriblər ki, artıq durub partiya sədri, pis, yaxşı, partiya sədridir, adam qeydiyyatdan keçmiş partiyanın sədri. Sən kimsən ona, sən kimsən deyirsən? Bu 25 partiyadan birinin sədridir. Amma sənin kimi, belə deyək, özünü etiraf elədiyi kimi o proraf keçmək üçün rüşvət verən rüşvətxorlar milyonlarlandır. Sən kimsən cəmaatı orada təhqir eləyirsən? Hə? Yəni baxın, bu yanaşma, bu kafa budur. Xalqı vecə almama, xalqı ciddiyə almama. Ona görə biz deyirik. Mən də onun tərəfdə. Bakı şəhərində icra hakimiyyəti mer seçkilərlə olmalıdır. Onda o seçicilər qarşısında məsuliyyətli olacaq. Onda o seçicilər qarşısında düşünəcək ki, yox, mən bu dəfə tuneldə adam boğulu böləndə və yaxud da insanların əmlakları məhv olanda suya o sədərək filan mən səhv eləmirəmsə su bastı olar. Yaxşı, ora tikiləndə niyə icazə verirdilər? Ora bu çökəklik, dərə, bu var da, bunun xəritəsi var da, Bakının xəritəsi var da, coğrafi xəritədir. Bu hara dərədir, hara su axınıdır, hara filandır. Bu tapmaca deyil, bu ekstrasens olmaq lazım deyil axı. Yəni mən başa düşdüm, doğrudan oxuyanda dedim, valla bu ya bizə ələ salıb, ya özünə ələ salıb. Vətəndaşa artıq o kastaların o səhv eləmirəm şudraydı da, Brahmanlar filanlar şudralar ən aşağı səhv eləmirəmsə indi tarixçilərdən üzr istəyirəm. Yəni bir o deyir, Brahmanın ayağının altındakı palçıq kimi baxırlar insanlara. Yəni bunun başqa izahı yoxdur, amma unutmasınlar ki, xalq kimisə vəzir deyirlər, kimisə rəzil deyirlər. Onlar orada o vəzifələrdə otururlar ona görə ki, xalqa xidmət edirlər. O maşınlarda gəzirlər, o maaşı alırlar, o hörməti ona görə görürlər ki, xalqa xidmət eləsinlər. Yox, durub xalqa yuxarıdan aşağı baxacaqlarsa, deyir, mənə yanaşma budur, mənə dəyməyən ilan min yaşasın. Belə şey olmaz.